Salam hörmətli izləyicilər. Bu deputat Günay Ağamalı qızının uşaqlı verilməməsi haqqında dediyi fikirlər, mənfi rəylər insanı çilədən çıxardır. Ay Günay xanım, siz Azərbaycan xalqının seçdiyi millət vəkilisiniz. Siz Azərbaycan dövlət qanunçuluq orqanında, məclisində ən yüksək və yumuşaq kresloda oturursunuz. Siz danışdığınızın doğrudanmı fərqinə varmırsınız, siz düz danışmırsınız, düz demirsiniz, bilmirsiniz bunu. Siz bilmirsiniz ki, bu uşaq təkcə onu dünyaya gətirən valideynin yox, eyni zamanda dövlətin vətəndaşı, dövlətin uşağıdır. Əgər elə deyilsin, niyə qanun çıxartırlar ki, uşaqlara döymək olmaz, uşaqlara toxunmaq olmaz? Bu qanunu çıxardırlar ki, yəni bu uşaq dövlətindir və dövlət buna da sahib çıxmalıdır. Və bir şey de deyim, bu ulu öndər, bu dövlət, Azərbaycan müstəqil Azərbaycan dövlətin qurucusu Ulu Öndər Heydər Əliyev deyir ki, dövlət xalq üçün olmalıdır. Xalq üçün, xalq dövlət üçün yox. Möhtərəm prezident de deyir ki, hər kəs tutduğu vəzifədən asılı olmayaraq, xalqın rifahına çalışmalıdır. Siz bunları eşitməmişsiniz. Ulu Öndərin sözünü nə tez yaddan çıxartdınız ki, o deyirdi, dövlət xalq üçün olmalıdır. Cənab prezident sözlərini nə tez yaddan çıxartdınız? Bu nə deməkdir? Yəni, uşaq pulu verilməməlidir. Bu uşaqların həyatda normal yetişməsi üçün onlara valideynindən başqa dövlət qayğısı lazımdır. O qayğını hiss etməlidir uşaq. Bu millətə bizim cəmi nə qədər uzaq tutaq ki, 9-10 milyonluq. Siz bilmirsiniz ki, ya bu son illər nə qədər dünyaya gələn uşaqların sayı azalıb Azərbaycanda. Biz millət kimi artmalıyıq. Bizim düşmənlərimiz çoxdur. Biz nə qədər şəhərlər vermişik, minlərlə, 10 minlərlə şəhid vermişik, 100 minlərlə qazilərimiz var bizim. Bu uşaqların da valideynləri, bu uşaqlar da həmin o qazilərin, o şəhidlərin ən azı yaxınlarından, dayılarıdır, bibiləridir, nə bilim, bacılarıdır və onların da bacı uşaqları, bibi uşaqları, dayı uşaqları var. Siz deyirsiniz ki, bu şəhidlərin məğrəbəsi olan uşaqlara uşaq pulu verməyin. Necə ola bilər bu? Bu şəhidlər bizim başımızın tacıdır. Siz onlara dolayıcı olunan, onlara, nə bilim, bu demirəm təhqir edirsiniz, sadəcə olaraq ona etinasızlıq göstərirsiniz. Yenə deyirəm, bu uşaqlar ki, bugün siz deyirsiniz, uşaq pulu verilməsin, onlar məsələ şəhid olan şəhidlərimizin, əskərlərimizin, yaxınlarının, qohumlarının balalarıdır. Bu vətənin qoruyucuların, mələklərin, qohumlarının balalarıdır. Şəhid balalarına təbii ki, dövlət müəyyən böyük qayğı göstərir. Bəs bunların qohum məğrəbələri? Bibilərinin uşaqları, bacısının uşaqları, dayısının uşaqları və bir də bir şey deyim, yer üzündə yeganə biz millətik ki, yaxşı mənada, çox yüksək səviyyədə, biz elə bir dəyərli millətik ki, biz əvvəl övladlarımız üçün çalışırıq və sonra da övladlarımızın övladları üçün çalışırıq. Ki, onlar həyatda layiqli vətəndaş olsunlar, oxusunlar, yaxşı yaşasınlar. Bir baba ki, mən də bunu fikirləşirəm, yəqin nənələr, babaları mənə fikrimi təsdiq eləyərlər ki, biz həqiqətən də mənim də nəvələrim var. Allah mənim də nəvələrimi saxlasın, bütün nəvələri saxlasın. Mən evdə də deyirəm hərdən ki, mən siz üçün yox, həyətdə işlədiyim, həyətə əkdim, bağı, tərəvəzi, ağacı, nəvələrim üçün əkirəm. Yəni, onu demək istəyirəm ki, biz eyni zamanda nəvələrimiz üçün, balalarımızın balaları üçün çalışır. Belə bir yüksək millətin balalarına, övladlarına necə yəni dövlət kömək eləməsin? Necə yəni uşaq pulu verilməsin? Bu uşaq dövlətin deyə vətəndaş, bu Azərbaycan vətəndaşıdır. Bu uşaq, bu dövlətin gələcəyidir, gələcəyi. Bunu Ulu Öndər də deyir, cənab prezident də deyir, hamısı deyir ki, uşaqlar
Azərbaycanın gələcəyidir. Hər şeydə uşaqlıqdan başlayır. Vətəndaş kimi yetişməsi, ləyaqətli insanın yaşadığı ləyaqətli olması, necə deyərlər, normal həyat yaşamasından asılıdır. Təhsilindən asılıdır. Bu uşaq gələcəkdə ləyaqətli olmaq üçün onun uşaqlıqdan gərək qayğısını çəkilsin. Ona yuxarıdan aşağı baxılmasın. Ona diqqət olmalıdır. Birinci növbədə dövlət diqqət eləməlidir. Siz bunları bilmirsiniz. Ay Günay xanım, ay Ağamalı qızı, Allah sana rəhmət eləsin. Siz bunları bilmirsiniz. Bilmirsinizsə, əgər bəs onda niyə oturmuşsunuz o kürsüdə siz? O boyda ali kürsüdə niyə oturmuşsunuz? Bu danışıqlarınız kimə xidmət edir? Mən inanmıram ki, bu millətə və ya da bu dövlətə xidmət eləsin. Sizin bu dediyiniz fikirlər. Bizim bu dəqiqə hələ o xarici, nə bilim, o kənar düşmənlərimizlə işlərimiz utarmıyor. Allah eləməsin, Allah qulaqlarımıza vurur. Görürsün ətrafımızda nələr başlayır. Bizə insan lazımdır, əskər lazımdır, vətəndaş lazım. Amma il-ildən doğumların sayı azalır. Çünki uşaqlar qayğı ilə yaşada bilmədiyi üçün valideynlər bundan imtina edir. Baxın da Azərbaycanda mən adam tanıyırdım ki, mənim orta yaşlarımda gəncdim. 14, 12, 10 uşaqları var idi. 10, 12, 14 uşağı var idi vətəndə. İndi baxın görüm Azərbaycanda neçə dənə 8 nəfərdən yuxarı olan uşaq ailəsi var. Bir baxın, araşdırın sonra deyin də. Hamısı bunlar yaşam tərzindən asılıdır. Mənim sizə bir ağsaqqalsın məsləhətim budur. Gedin sözünüzü geri götürün. Bu milli məclisdə təzədən çıxışırın, bu xalqdan, bu millətdən üzr istəyir ki, səhv danışmışsınız. Ən yaxşı yolu budur. Baxın, Azərbaycanda bir adam sizə dediklərinizə müsbət rəy verməyib. Bir nəfərdən başqa adını çəkmirəm. Vallahi ayıbdır. Günay ayıbdır. Sizin bu ali kürsüdən millətin seçdiyi deputat kimi danışmamağınız ayıbdır. Gedin millət kimi, bu millətə qayğısından danışın. Ona köməkli göstərilmək üçün müəyyən qanunlar hazırlanmasına fikir bildirin. Olmaz belə. Sağ olun.